Bloka dəstək üçün sualların izahına davam edirik. Qeyd edim ki, bu sualda blok sınaq kitabından götürülmüşdür. Maraqlı suallardan birisidir. Ümumiyyətlə bu cədvəl eyni ilə Venn diaqramıdır. Sadəcə cədvəl formasında verilibdir. Onu qeyd edim ki, məsələn, burada yazılan birinci tutaq ki, cümlə bu ikinci hissəyə, təsniflənməyən hissəyə də aiddirsə, onda bu səhv götürülməlidir. İndi bir-bir cavablara baxaq, görək hansı cavab uyğundur. Bizə nə lazımdır? Düzgün fikirlər. Təsniflənən feillər haqqında yalnız bir cümlə üzvü olur. Bəli, təsniflənən feillər yalnız bir cümlə üzvü olur. O da xəbərdir. Və eyni zamanda baxırıq, təsniflənməyən feillər də bir cümlə üzvü ola bilərmi? Xeyr, bir cümlə üzvü olmur. Ona görə bu yalnız birə aiddir. Bu doğrudur. 2. Qrammatik məna növlərinə görə dəyişə bilir. Elə bu sualı bayaq YouTube postunda yazmışdım. Təsniflənən feillərdə, təsniflənməyən feillərdə qrammatik məna növünə görə dəyişə bilir. Bu ikinci cümlə hər ikisinə aid olduğu üçün biz bunu götürə bilmərik. Çünki hər ikisinə aiddir. Bu yanlışdır. Sonra keçək üçüncüsünə. Təsdiq və inkarda işlənə bilir. Təsniflənən feillərdə, təsniflənməyən feillər də təsdiq və inkarda işlənə bilir. Təkcə təsniflənməyən feillər deyil. Bu da hər iki hissəyə aid olduğu üçün bunu da üzərindən xətt çəkirik. Çünki bu yanlışdır. Hamısı cümlədə zəflik vəzifəsində işlənə bilər. Hamısı deyəndə burada nə nəzərdə tutulur? Təsniflənməyən feillərin növləri. Biz bilirik ki, təsniflənməyən feillərin növləri hansılardır? Məsdər, feil, sifət, feili bağlama. Hər üçü zəflik vəzifəsinə işlənə bilərmi? Bəli. Məsələn, buna aid bir-iki dənə nümunə deyək. Məsələn, zəflik onsuz da, daha doğrusu feili bağlama onsuz da zəflik olur. Məsdər üçün deyək, məsələn, oxumaq üçün getdi. Burada oxumaq üçün olur zəflik və yaxud oxuduğu üçün gəlmişdi. Burada da yenə oxuduğu üçün olur feili sifət. Ona görə də hər biri zəflik vəzifəsinə işlənə bilir və eyni zamanda bu təsniflənən feillərə aid olmadığı üçün bunu düzgün götürürük. Bu doğrudur. 4. 1, 4. 5-ə baxırıq. Qrammatik şəkilçilərlə düzəlir. Təsniflənən feillər dedikdə nə yadımıza düşməlidir? Feilin şəkilləri. Feilin şəkillərinin şəkilçiləri qrammatikdir. Təsniflənməyən feillərin şəkilçiləri qrammatikdir. Bəli, bu doğru fikirdir. Hər ikisinə aiddir. Bu doğrudur. Ən altdakı iki hissə bilirik ki, hər ikisinə aid olan fikirlərin içərisindədir. Qoşmalarla işlənir. Təsniflənməyən feillərdən feili bağlama yox, feili sifət və məsdər qoşma ilə işlənə bilir, lakin təsniflənən feil qoşma ilə işlənə bilməz. Deməli, 6 yanlışdır. Cavabımız nə oldu? 1, 4, 5, o da oldu A bəndi.